Bəzən elə olur ki, tarix bütün yaşananları olduğu kimi göstərmir. Bəziləri unudulur ya da unutturulur. Elə təxminən 160 il öncə yaşanan Çərkəz soyqırımı kimi. Əfsuslar olsun ki, böyük imperiyalar tarix boyu əsarətləri altındakı xalqların tarixini də, mədəniyyətini də, adət-ənənələrini də məqsədli şəkildə məcburən unutturur. 1864-cü ildə Rusiyanın Çərkəzlərə yaşatdığı amansız sürgün kimi. Növbəti sujetimizdə həmin unutturulan tarixə nəzər salacağıq. Eyni kökdən olan xalqları bir-birinə qarşı qırdırmaq, nifaq toxumları səpmək, sürgünlər və soyqırımlar, deportasiyalar, daha nələr, hakimiyyətlər, rejimlər, idarəçilik formaları dəyişsə də, Rusiyanın parçalı hökm-sür siyasəti bu gün də eyni olaraq qalır. Bu siyasətin ən şiddətli üzünü görənlər arasında Çərkəzlər də var. Belə ki, 161 il öncə Çar Rusiyası Qafqaz problemi adlandırdığı məsələni kökündən həll etmək qərarına gəldi. Özləri üçün təhlükə hesab etdiklərinə görə məkirli siyasətlərinin mərkəzində Çərkəzlər, Abxazlar, Çeçenlər və digər yerli müsəlman xalqlar dayanırdı. Çərkəzlər əsrlər boyu ruslara qarşı qəhrəmancasına müqavimət göstəriblər. Bu müqavimət 1763-cü ildə Rusiya-Çərkəz müharibəsi ilə başlayıb. Müharibə düz 101 il davam edib. Həmin dövrdə hakimiyyətdə olan Çar II Aleksandr və onun hərbi naziri general Dmitri Milyutin Qafqazda silahlı müqaviməti əbədi sona çatdırmaq və regionu etnik cəhətdən təmizləmək üçün sistematik soyqırım planı hazırlayırdılar. Hətta general Milyutin yazırdı: Çərkəzləri ram etməyin yeganə yolu onları tamamilə məhvə məruz qoymaqdır. Beləliklə 1864-cü ilin 21 may tarixindən etibarən Çərkəzlərin tarixində ən faciəli dönəm başladı. 3 yıllık bir çabadan sonra bu ordu 2000 yıl önce Filistin'e girerken Roma imparatorlarının ordularının dahi uygulamaya cesaret edemediği bir vahşeti uygulayarak Çerkesya'yı ele geçirmeyi başardı. Ruslar için hiçbir şey kutsal değildi. Ne yaşlılar, ne çocuklar, ne de kadının kutsallığı. Birçok yerde yaşlılar, kadınlar, erkekler, çocuklar ve her şey katledildiler. Her yerde insanlar evlerinden koparılıp mitralyöz